həm ev, həm biznesi əldə etmək istəyirsiniz, onda videomuzu sona qədər izləyin. Çünki sizə bugün 2 mərtəbə ev təqdim edəcəm ki, evin 1-ci mərtəbəsi obyekt üçün nəzərdə tutulub. Ev yeni tikilidir, hələ ki evdə yaşayış olmayıb və birbaşa məhləsini sizə çəkib göstərirəm. Baxın, məhləsi hər bir tərəfdən asfalt yoldur. Sənədi evində torpağın da kubçasıdır. Evin yerləşmə yeri Məhəmmədli qəsəbəsinin tam girişidir. Məhəmmədli dairəsinin yaxınlığı magistral yoldan 100 metr məsafədə. 2 sot yarım torpaq sahəsindədir. 2 mərtəbəlidir. Evin 2-ci mərtəbəsində 3 otaq var. 1-ci mərtəbədə həm obyekt, həm də əlavə bir otağı var. Səbirli olub sona qədər izləsəniz, hər birini sizə geniş şəkildə təqdim edəcəm. Evin həyəti tamit daşlarla döşənilib. Həyətinə maşın rahatlıqla daxil ola bilər. 1-ci mərtəbəmiz istipoldan ibarətdir. Arxada gördüyünüz qapı evin obyektinə açılan qapıdır. Mərkəzi kanalizasiya sisteminə qədər hamısı var. Həm ipotekaya da yararlıdır. İstəsəniz bank yoluyla da əldə edə bilərsiniz. İstəsəniz nəqd şəkildə də əldə edə bilərsiniz. Baxın, bura isə obyekt olan yeri. Bu küçə yeni salınmış küçədir, bu məhlə. Düzdür, evin yaxınlığında, hardasa deyim də sizə, 200-300 metr məsafəlikdə mağazinlər var. Amma sırf bu evin məhləsində mağazin yoxdur. İstəyirsiniz, produkt mağazini kimi istifadə edə bilərsiniz və yaxud geyim mağazini kimi. Yəni, bu məhlədə obyekt açsanız, obyektiniz işlək olacaq. Bundan qətiyyən narahat olmayın. Keçək evimizin daxilinə. Evin betonu var, kəməri var. 4 tərəfi qoşadaşdır. Dəhliz sistemlidir. Evin tikintisi zamanı ən yüksək keyfiyyətli materiallardan istifadə olunur. Bura mətbəx. Paket kupça, kanalizasiya, qiymət 145.000 manat. Real alıcılara da qiymətdə indirim olunacaq inşallah ki, evin sahibi tərəfindən. Əlavə nə suallarınız olarsa, buyurun, zəng edin, məlumat alın. Kombi xətti çəkilib, polların lakı çəkilib, aboylarına qədər hamısı vurulub. Tam hazır vəziyyətdədir. Bu da ən axırıncı yataq otağı. Qiymət 145.000 manat. Əlavə nə sualınız olsa, buyurun, zəng edin. İzlədiyiniz üçün təşəkkürlər.